Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq 11 saylı məktəbin yanında. Belə bir həyət evimiz çıxıb satışa. 20 belədir, 19-da belə uzunudur, eni də 20. Yəni həyətin iki tərəfindən də yoldur. O tərəfdən də yoldur, hörmətli izləyicilər. Buradan da yoldur. Yəni gələcəkdə istəsəz söküb yığada bilərsiniz. Burada 2 dənə bir qəşəng evdə çıxarda bilərsiniz. Torpaq qiymətinə çıxıb satışa. Buralarda sotu elə 50-60 min deyilir. Torpağın sotundan gedir söhbət. Bu evin qiyməti 4 sotun içində. Belə bir köhnə tikili evdir. 180 minə çıxıb satışa. Əlaqə nömrəsi profilə gedək, evi də göstərək sizə. İndi istəsəz evi də belə saxlaya da bilərsiniz. 2 dənə girişi var evin, düzdür. Hər girişdə 2 otaqdır. Burada sanitar qovşağıdır. Baxın, işıqla yandıraq. Keçək. Birinci bu evlə tanış olaq. Cüt daşdır, gördüyünüz kimi ara kəsmələr də cüt daşdır. Bura mətbəxdir. Səliqəlidir, köhnə tikili evdən də olsa səliqəlidir evimiz. Bura qonaq otağıdır. Burada spalnidir. İşıqlıdır, genişdir, otaqları gördüyünüz kimi. Keçək. Görürsünüz, həyətinə baxır. Pəncərələri. Xırdalanın ən gözəl ərazilərindən birində yerləşir bu həyət evimiz. Burada hələ məlumat üçün də verək. Bir dənə 3 sot var. 180 minə. Bir dənə də 4 sot torpağımız var. İçində ev. O çıxır 220 min manata. Bura narlıq gedir də, belə deyək. Burada da görürsünüz belə bir geniş qonaq otağıdır. Orada 2 otağı idi. Girişləri də ayrı-ayrıdır gördüyünüz kimi. Burada bir yataq otağıdır. İşıqları yandıraq. Belə. Gördünüz, bax, qonaq otağı da gördüyünüz kimi genişdir. Burası zal superdir, oradan genişdir. 3 otaq oradadır. Burada digər yataq otağı, ikinci yataq otağı. 3 otağı buradadır, üzr istəyirəm. 2 otağı da oradadır. Hamısının adcelini mətbəxdə də var, görürsünüz. Yəni ki, 2 ailə rahatçılıqla bu həyət evini alıb yaşaya bilər. Yəni girişləri ayrı-ayrıdır. Hamamla ayaq yolsu da gördüyünüz kimi həyətdə idi. Gəlin, baxın, kim alsa Allah xeyrin versin. Allah hər kəsə ev qismət eləsin. Dediyim kimi, köhnə tikili evlərdəndir, kürsülüdür, moşnidir. Narlıq da demək olar Xırdalanda ən gözəl ərazilərdən biri elə Narlıqdır. 11 saylı məktəbin yanı icra hakimiyyətinə də buradan yaxındır, Sumqayıt yoluna da yaxındır, parka da piyada 10-15 dəqiqəlik məsafədədir. Hələlik bu qədər, sağ olun.